Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Bildiğiniz gibi bugün Cuma günüdür. Cuma günü Müslüman aleminde bayram günü sayılır. Bu bayram gününde Allah Teala size mübarek, hayırlı ve bereketli eylesin. İnşallah bugün ileride size demiştim de İmam Hüseyin Aleyhisselam'ın söhbətlerinden bir iki tane edenden sonra belə ki yeri gelmişken deyim, inşallah İmam Hüseyin Aleyhisselam'ın gelen səvir söhbətini edəndə İmam Hüseyin Aleyhisselam'ın şəhadətə yetişməsi ilə bağlı olan söhbəti edəcəm. Amma bugün ileride dediğim kimi Firudinin namaz bəhsi haqqında danışmışıq. Digər 9 bəhsi qalıb. Yəni Firudin 10 dənədir də bildiyiniz kimi namaz, oruc, xumuz, zəkat, həcc, cihad, təbəlla, təbərra, əmr və məruf və nəhyi az münkər. Yəni namaz bəhsi haqqında bir qədər məlumat verdik. İnşallah bugün zəkat bəhsi haqqında, yəni burada qısaca mən yazmışam. Əslində Risalələrdə çox yazılır. Belə ki, şəri qanunlarına aid olan kitablar həddindən artıqdır. Mən özüm hələ irəlidə gərək istə demişəm də, hələ cavan yaşlarımda onda Azərbaycan dilincə risalələr, şəri qayda, qanunlar olan kitablar çıxmamışdı. Təzə icazə verirdilər ki, dini kitab olan mağazalar, yəni Azərbaycanda olsun. Kitab, yəni keçmiş dövrlərdə tapılmırdı. Kimin 2 dənə, 3 dənə kitabı olsaydı, böyük alim kimi tanınardı, sayılardı. Zəkat bəhsi haqqında bugün söhbət edəcək. Deməli, mən özüm hələ ən birinci dəfə deməli risalə oxumuşam. Təqlid etdiyim müctəhid ən birinci dəfə deməli kitabın adı belə olub. Həmən təqlid elədiyim müctəhidin adı belə olub. Ən birinci təqlid etdiyim müctəhid Tozihil Məsail mütabiq, yəni ba fətvayı Həzrət Ayətullah Əzimi Ağay Hacı Səyyid Muhammed Kazım Şəriəti Mədari. O dövrdə hələ deməli Azərbaycan dilincə yəni risalələr çıxmamışdı. Təzə yəni kitab satışına, kitab mətbəələrdə çap olunmağa başlayırdı. Hələ mən ən birinci dəfə deməli bu kitabdan, fars dilində olan bu kitabdan istifadə eləyirdim, fars dilində. Sonra həmən bu kitab tərcümə olundu, deməli bizim öz dilimizə. Yəni bu kitabdır. Sonra da deməli Muhammed Kazım'dan sonra bizim tərəflər deməli başladıq. Şiə aləminin mərci təqlidi Ayətullah Üzmü Hacı Şeyx Muhammed Fazil Lənkəranın fətvaları ilə uyğun. Yəni Fazil Lənkərana yəni təqlid etməyə başladıq. Həmən də kitab bu kitabdır. Sonra da yəni çoxlu risalələr ortaya çıxdı. Yəni hamısının, əksəriyyətin, xüsusən mənim həddindən artıq çox marağım olduğu üçün şəri qayda qanunlara digər kitab harda gördüm,
Yəni mən onları mağazalardan aldım, oxudum Allahın köməyi ilə. Yəni ən birinci dəfə Tozihil Məsail mütabib ba fətvay Həzrət Ayətullah Əzimi Ağay Hacı Səyyid Muhammed Kazım Şəriət-i Mədari. Bu kitab fars dilində olan bir kitabdır. Hələ mən 20 yaşımda əsgərlikdən gələndən sonra bir alim yanına gedib dediyim kimi təlim aldım. İkinci kitab Şiə aləminin mərci təqlidi Ayətullah Üzma Hacı Şeyx Muhammed Fazil Lənkəraninin fətvaları ilə uyğun olan kitab. Üçüncü Səyyid Ruhullah Xameneyi Əl-Müsabinin Tozihil Məsail kitabı. Bu kitab da şəriət məsələləridir. Dördüncü Ayətullah Üzma Səyyid Əli Hüseyni Sistani Ağanın İzahlı Şəriət Hökmləri adlı kitabıdır. Belə ki, kitablar çoxdur, şəriət məsələlərinə, dini məsələləri bilməklə əlaqədar olan kitablar həddindən artıqdır. Mən onlardan, yəni oxuduğum kitabların adlarını deyib sizə göstərəcəm. Siz elə bilərsiniz, bu müstəhidlərin hərəsinin bir dənə risaləsidir, vəssalam. Onunla bitmiş. Şəriətin qayda qanunlarına uyğun olan məsələlərlə bağlı olan kitablar həddindən artıqdır. İslamda evlənmək və ailə hüququ müəllifi Əli Əkbər Babazadə Əhl-i Beyt əleyhissalamın məktəbi nəşriyyatı 1999-cu ildə çap olunub. Biraz çoxdankı kitabdır deyə yazıları pozulmaq üzrədir. Sonra Ayətullah Üzma Abdullah Mamaqani Mir Artıq Rəşad Hidayət gücüsü yaxın dostlarıma və övladlarıma vəsiyyət. Belə bir kitabdır. Yenə də şəriət qanunlarıdır, dini kitabdır. Sonra üçüncü vacib və haramlar Həzrət Ayətullah Mişkini İslam dininin etiqad və əməl sahəsində olan vacib və haramlar. Belə bir kitabdır. Yəni bunları göstərirəm ki, mağazalarda görürsünüz, alırız, oxuyuz. Çox dəyərli kitablardır. Üsulü dinlə tanışlıq Ayətullah Əl-Üzma Hacı Şeyx Hüseyin Vəhid Xorasani. Yəni onun kitabıdır. Bu da şəriət məsələləri ilə bağlı olan kitablardır. Bunlar hamısı şəri nöqteyi nəzərindən davranmağın qayda qanunları ilə bağlı olan kitablardır. Fiqh təlimləri Şiə aləminin böyük mərci təqlidi Ayətullah Üzma Səyyid Əli Xameneyinin fətvaları ilə olan kitab. Həmən bu kitabdır. Yəni mən deyirəm, bunları göstərməsəm, bəlkə də indi elə adamlar var, deyərlər ki, birdən bu molla gedib belə kitab mağazalarında kitabların adlarını yazıb, gəlib bizə göstərir. Yəni bunları göstərirəm ki, biləsiniz ki, bunlar yəni mənim özüm aldığım, oxuduğum kitablardır. Hilyətül Müttəqin, Alimi Rəbbani mərhum Molla Muhammed Baqir, Molla Muhammed Baqir Məclisi Əleyhi Rəhmə və Rizvan, Dər Ədab-ı və Sünəni İslam və Əxlaqi və Dəsturat-ı Şərh-i Mütəhər Nübüvvi. Bu fars dilində olan bir kitabdır. Çox gözəl, dəyərli bir kitabdır. İnsana yəni necə davranmaq, insanlar içində necə davranmaq, hansı işi necə eləməyin qayda qanunlarından söhbət edilir. Böyük günahlar. 3 dənə deməli kitabdır. Ayətullah Dəst Qeybin 3 cilddən ibarətdir. Biri bu kitabdır. Biri bu kitabdır. Yenə də birinci cilddəki budur. Yəni bunları göstərirəm ki, biləsiniz ki, həqiqətən
Yəni belə kitablar var. Sonra fiqh təlimi İran İslam Respublikasının başdakı mədəniyyət mərkəzi. Fiqh təlimi. Bunlar da hamı fiqhi kitablardır. Yəni qayda qanunlardan bəhs edən. Sonra əqidə üsullarının təlimi. Ayətullah Misbah Yəzdinin kitabı. Yəni şəri kitab harda var, hamısını mən bacardığım qədər alıb oxumuşam. Qəlbi Səlim, 2-ci cild, Ayətullah Dəstğeyb. Sonra dini təlimlər, əqaid, tarix, əxlaq və əhkam. Yəni yeniyetmələr üçün dini bilgilər toplumu. Yeniyetmələr üçündür, sitələrdə, yəni elm öyrənməyə başlayanlar üçündür. Yəni, sonra burada var Merac-ı Səadə, çox dəyərli kitabdır. Şeyx Əhməd Nəraqinin kitabıdır. Burada da həyatda davranmağın qayda qanunlarıdır. Şər'i suallara cavab, Ayətullah Üzmə Fazil Lənkəraninin. Şər'i suallara cavab. Yenə də şər'i suallara cavab, Əcvibətün İstiftaat. Dünya müsəlmanlarının Vəli-i Əmri Ayətullah Üzmə Səyyid Əli-Hüseyni Xameneyi Həzrətlərinin İbadətlər bölməsi. Yenə də İmam Xameneyi ağanın Ədab-ı Salat, namazın fəlsəfi, irfani, mahiyyəti. İmam-ı Səccad əleyhissalamın Risalətül Hüquq kitabının şərhi, İslamda hüquq nəzəriyyəsi, şərhçi Qüdrətullah Məşaixi. İmam-ı Səccad əleyhissalamın kitabıdır. Ailə haqqında, xüsusən ailə haqqında olan kitabdır. Günahların adısı. Bunlar hamısı ancaq əsasən, yəni davranmağın qayda qanunlarından, şəri məsələdən bəhs edən kitablardır. 2-ci cild mərhum Səyyid Məhəmməd Müsavi Şirazinin kitabıdır. Pişavar Gecələr. Pişavar Gecələrin 2-ci cildi. 1-ci cildi də var, Pişavar Gecələr, bu da 1-ci cilddir. Sonra şər'i suallara cavablar, Əcvibətül İstiftaatın 2-ci cildi. Yenə də şər'i suallara cavablar, Əcvibətül İstiftaat kitabının 1-ci cildi. Sonra yenə də İslam məzhəbləri ilə tanışlıq. Yəni lazım olan mağazalarda tapılır bunlar. Hamısı gedib maraqlanıb ala da bilərsiniz. Şər'i qayda qanunlardır. Maraqlı mübahisələr. Sonra da şəriət hökmləri haqqında söhbətlər. Şəriət hökmləri və məsələləri ilə tanışlıq üçün yeni üslub. Dahi təqlid mərci Ayətullah Üzmə Səyyid Məhəmməd Səid Təbai Həkimin fətvaları ilə uyğun. Yəni bunları mən sizə göstərdim ki, yəni biləsiniz ki, bunlar, yəni belə kitablar var. Dini məsələlər haqqında çoxlu kitablar var. Hələ mən kitabların bir hissəsini sizə göstərdim. Yaxşı olar ki, öz alıb oxuyasınız. Bunları ona görə göstərdim ki, burada mən sizə indi oxuyacağım, burada söhbətdə elə bil Fazil Lənkəranın kitabından 333-cü səhifədən 359-cu səhifəyə qədər təkcə zəkat bəhsindən bəhs edir. Yəni 26 səhifə, 13 vərəq. Ancaq burada cəmisi bir dənə vərəqin üzün elə bil mən siz üçün qeyd etmişəm. Yəni bunları hamısını mən burada danışsam, gələk mən bütün söhbətləri dayandıram. O Kərbəla hadisələrini dayandıram, ancaq belə söhbətlərdən eləyəm. Ona görə mən qısaca ən lazım olanları burada qeyd etmişəm.
İndi mən burada söhbəti dayandırıram. İnşallah gələn söhbətimdə zəkat bəhsi ilə orucluq bəhsi haqqında söhbət edəcəm Allahın izni ilə.